Üzr istəyirəm, videonu yarımçıq kəsmək məcburiyyətində qaldım. Davam eləyək. Dedik ki, artıq biz danışdıq. Modal sözlər dedik, sadə və mürəkkəb olur. Bu haqda artıq məlumatımız var. İndi keçək modal sözlərdə məna növlərinə. Təsdiq bildirənlər doğrudan, həqiqətən, əlbəttə, şübhəsiz, şəksiz və s. Ehtimal bildirənlər yəqin, ehtimal, bəlkə, güman ki, olmaya, olsun ki və s. Bənzətmə bildirənlər sanki, elə bil ki, güya. Təəssüf bildirənlər heyf ki, əfsus ki, təəssüf ki. Fikrin mənbəyini bildirən məncə, səncə, bizcə, zənnimizcə. Nəticə ümumiləşdirmə bildirən deməli, demək, nəhayət, əvvəla, ümumiyyətlə, qısası, müxtəsər və s. Modal sözlərdə ümumiyyətlə, məsələn, bax bu hissəyə də mənim eləyə biləcəyim nəsə bir şey yoxdur. Bu hissə də əzbərlənməlidir. Ümumiyyətlə, köməkçi nitq hissələrində məna növləri əzbərlənməlidir. Məntiqi bir əsas yoxdur, təəssüf ki. Məsələn, amonimlikdə məntiqi bir əsas var. Deyirəm ki, hə, bunu eləyərək bu nəticəyə gələ bilərəm. Amma məna növlərində bu şey eləmək olmur. Mən əgər ehtimal bildirən modal sözü əzbərə bilmirəmsə, onu qətiyyən mən testdə də tapa bilmərəm. Növbəti modal sözlərin digər nitq hissələrindən fərqləndirilməsidir. Məsələn, götürək nəyi? Tutaq ki, yaxşı sözü yerinə görə zərf də ola bilir, modal söz də ola bilir, hələ yerinə görə sifət də ola bilir. Deyirəm ki, yaxşı, dur gedək. Fikrin mənbəyini bildirdi. Yəni artıq nə bildirir? Bildirir, təsdiq edir ki, yaxşı da, dur gedək. Və özündən sonra fikir versiz, vergül işarəsi gəlib. Əgər özündən sonra durğun işarəsi, yəni vergül tələb edirsə, deməli orada modal sözdür. Və yaxud bir nitq hissəsi kimi suala cavab vermirsə, deməli modal sözdür. Amma deyirəm ki, yaxşı çalış. Nə çalış, necə çalış, yaxşı çalış. Tərz hərəkət sərfidir. Çalış fiilini izah eləyib. Nə etmək, necə sualına cavab verdi, nə tərzdə sualına cavab verdi. Üzvləndi bu burada, suala cavab verdi. Hə, deməli bu burada əsas nitq hissəsi olan zərfdir. Və yaxud, məsələn, şübhəsiz sözünə fikir verək. Şübhəsiz sözü yerinə görə zərf də ola bilir, modal söz də olur. Danışır, nə edir danışır? Yaxşı, necə danışır? Şübhəsiz danışır. Hə, şübhəsiz burada artıq bizdə belə deyək də, tərz hərəkət zərfidir. Necə danışır? Necə sualına cavab verdi? Üzvləndi. Hə, o halda biz deyə bilərik ki, artıq burada şübhəsiz sözü danışır feilini izah elədiyi üçün burada tərz hərəkət zərfidir. Amma deyirəm ki, şübhəsiz biz qalib gəlmişik. Burada artıq suala cavab vermir. Təsdiq eləyir, fikri dəqiqləşdirir. Fikri dəqiqləşdirdiyi üçün bu burada artıq modal söz qismində çıxış eləmiş olur. Yəni, modal sözlərlə əsas nitq hissələri fərqləndirmək üçün qeyd elədiyim kimi, əsasən fikir vermək lazımdır ki, suala cavab verirmi, vermirmi? Və yaxud üzvlənirmi, üzvlənmirmi? Və yaxud məna növlərindən təsdiqlədimi, inkardadımı? Zaten cümlə daxilində onun məna növünü müəyyənləşdirən kimi əsas və ya köməkçi nitq hissəsi olduğunu da müəyyənləşdirmək rahatdır. Sonra modal sözlərdə durğu işarəsi var. Modal sözlər ümumiyyətlə sərbəst işlənir. Cümlənin əvvəlində də olar, ortasında da olar, sonunda da olar. Onun bir məhdudiyyəti yoxdur. Əgər modal söz cümlənin əvvəlində gələrsə, özündən sonra, ortada gələrsə hər iki tərəfdən, sonda gələrsə özündən əvvəl qoyulur vergül işarəsi. Nə deməkdir? Şifahi deyəndə bilirəm qarışır, indi yəni göstərəcəm. Deyir, nəhayət, dedikləri vaxt gimnaziyaya gedib şəhadətnaməni aldım. Burada nəhayət modal sözdür və fikir versiz cümlənin əvvəlində gəlib. Cümlənin əvvəlində gəldiyi üçün, bax, burada bir vergül işarəsi var. Əvvəlində gələndə özündən sonra vergül işarəsi qoyulur. Ortada gələndə, məsələn, fikir verin, ortada gəlib. Mən doğrudan da bu fikirdəyəm. Və doğrudan da burada modal sözdür və hər iki tərəfdən deməli bizdə vergül işarəsi yerləşdirilməlidir. Çünki ortada gəlib. Növbəti bir nümunəyə baxaq. Deyir ki, Güllü nənə tezliklə yaradıcılıq məzuniyyətinə çıxacaq demək. Demək ki, burada cümlənin sonunda gələn modal sözdür və özündən əvvəl vergül işarəsi götürüb, hansı ki, vergül də burada yerləşib. Yada saxlamaq lazımdır ki, bizdə, baxın, sanki, elə bir güya. Bu modal sözlərdən sonra heç bir durğu işarəsi qoyulmur. Burada da qeyd olunub, elə bir sanki güya. Yəni, bənzətmə müqayisə bildirən modal sözlər özündən sonra durğu işarəsi tələb eləyə bilməz.
Növbəti bir köməkçi nitq hissəsi nidadır. Nida çox nadirən düşən bir nitq hissəsidir. Yəni hətta o müəyyən dövr nitq hissəsi kimi çıxarılıb xüsusiləşmiş bir nitq hissəsi kateqoriyasına daxil edilirdi. Hiss həyəcan bildirir. Baxın, mən bunu əzbərləməyin tərəfdarı deyiləm. Çünki belə deyim, bu vay sözü yerinə görə həm qorxu bildirə bilər, yerinə görə də belə deyək də şadlıq bildirə bilər, sevinc bildirə bilər. Bu şərti xarakter daşıyır. Nidaların məna növü şərtidir. O dəqiqlik bildirmir. Yerinə görə qorxu ifadə edən nida elə bir zamanda sevinclik də bildirə bilər. Ay aman, ay aman, bir faciə də baş verəndə deyə bilərəm, sevinəndə də deyə bilərəm. Yəni bu artıq şərti xarakter daşıyır. Ona görə bu hissəni əzbərləməyə ehtiyac yoxdur. Yadda saxlamaq lazımdır ki, bütün nitq hissələri kimi nidalar da quruluşca növləri olur, sadə nidalar olur və mürəkkəb nidalar olur. Sadə nidalar ay, oy, vay, yəni bunlar bir kökdən ibarət olur. Mürəkkəb nidalar 2 dənə nidadan formalaşır və ayrı və defislə yazır. Eyni nidanın təkrarıdırsa, məsələn vay vay. Hə, biz bunu artıq götürürük eyni nidanın təkrarı olduğu üçün defislə yazılan nida. Amma ayrı yazılan nidalar var. Bunlar da 2 dənə nidanın birləşməsindən əmələ gəlir. Məsələn, ay, aman. Bax, ay, aman birləşməsində 2 dənə müxtəlif nidanın birləşməsindən əmələ gəldiyi üçün mən bunu götürürəm, artıq avtomatik, belə deyək də, ayrı yazılan nida. Nidaların orfoqrafiyası var. Nidalar əsasən sözdən ayrı yazılır. Nidalarda vergülün işlənmə qaydası eyni ilə modal sözlərdəki kimi olur. Məsələn, of, işim yaman çətin alındı. Cümlənin əvvəlində gəldiyi üçün özündən sonra vergül oldu. Ortada da ola bilər. Yəni, qorxurdum, ay aman, ölmüşdüm. Bax, ay aman burada nidadır. Ortada gəldiyi üçün hər iki tərəfdən vergül işarəsi istifadə olunur. Sonda gələndə də özündən əvvəl vergül işarəsi qoyula bilər. Məsələn, deyirəm ki, sən bir buna bax, bax. Sonda gəldiyi üçün özündən əvvəl vergül işarəsi istifadə olunub. Sonra burada çağırış bildirən nidalar var. A, ey, məsələn, ay, ey, a nidaları. Bunlar xitablarla işlənir. Xitablarla işlənəndə vergül işarəsi xitabdan sonra qoyulmalıdır. Məsələn, bax, fikir verin, deyirəm, a dostlar, başıma yığılın mənim. Xitab cümlədə müraciət olunanı bildirir. Deyirəm ki, məsələn, tutaq ki, ay oğul və yaxud oğul, bura bax, və yaxud ana, yeməyi çək, anaya müraciət edirəm, oğula müraciət edirəm. Və xitab, belə deyək də, bizdə nida ilə işlənəndə vergül işarəsi, bax, a dostlar, dostlara müraciət edirəm. Xitabdan sonra qoyulmalıdır. Bu qədər, bu bizim deməli köməkçi nitq hissələri ilə bağlı izahımız idi. Mən bir də qeyd edirəm, sualın biri 100% köməkçi nitq hissəsindən düşür, ya amonimliyindən düşür, ya da mənaca növlərini müəyyənləşdirməkdən düşür. Hər halda yenə nidalar, bütün köməkçi nitq hissələrinin mənaca növləri bilinməlidir. Yəni bu mövzu tamam əzbərə bir mövzudur. Mən deyərdim ki, bu mövzuda 70% nəzəri məlumatlara fikir verilməlidir. Yerdə qalan 30%-də isə məntiqi əlaqə ilə amonimlik məsələsini müəyyənləşdirmək olur.